Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, hələ də bu qədər məlumat, informasiya var ikən, yenə də bir qrup insanlar hələ də soruşur ki, görəsən dəstəmaz alanda ayaqların yuyulması daha doğrudur, yoxsa yalın ayağa məs çəkilməsi? Bu sualın cavabı budur ki, əvvəlan bunun dəlili Qur'an-ı Kərimdə Əl-Maidə surəsi 5-ci ayədir ki, üzr istəyirəm, 6-cı ayədir ki, orada aləmlərin Rabbi Allah bizə qaydanı göstərmişdir və ayədə belə qeyd etmişdir. Əuzu billahi minəşşeytanirracim. Ya eyyuhellezine amenu İzâ qumtum iləs-salati fəğsilu vucuhakum və eydiyakum iləl-marafiq vamsahu bi ruusikum ve arculekum ilel ka'beyn. Ey iman edenler! Namaza kalktıkda üzünüzü ve ellerinizi dirsəklere kadar yuyun, başınıza məs edin ve ayaklarınızı topuklara kadar yuyun demişti. Burada ayənin tərcüməsində bəziləri burada başınıza və ayaqlarınıza məs edin və bəziləri isə ayaqlarınızı yuyun kimi tərcümə edir. Görəsən hansı daha doğrudur? Cavab budur ki, əvvələn bunun cavabı qrammatik olaraq burada göstərilmişdir. Qrammatikanı bilənlər buna diqqət eləsə görəcəklər ki, buradakı fəxsilu əmr ayəsi, fəxsilu yuyun, vucuhakum, bax burada Arabca bilənlər baxsın. Hə hərfi fəthə ilə gəlir. Vucuhakum və eydiyakum, üzünüzü və əllərinizi yuyun dirsəklərə qədər. Bax, yuyunlar fəthə ilə gəlir. Sonra başınıza məs edin, kəsra ilə gəlir. Ruusikum, başınıza məs edin. Bax, məs kəsra ilə getdi və yenə onun ardıca arculekum, ayaqlarınızı da, bax, ayaqlar da yuyulanlar silsiləsinə qoşuldu. Çünki arculekum, bu da fəthə iləndir. Bu da göstərir qrammatik qaydaya görə, bəli, ayaqlar yuyulmalıdır. Məs keçmir burada. Bu ixtilaf, bəs soruşurlar ki, bəs niyə Allah burada hələ yuyulanlar deyirdisə, hələ onda yuyulanları eyni yerdə deyərdi, başa məs çəkməyə ayrı deyərdi də. Onun cavabı budur ki, Allah burada tərtibi qoruyub. Tərtib. Dəstəmaz alanda necə alınır? Birinci əllər yuyulur. Əllər. Sonra üz, sonra qol yuyuldu. Bax, burada sıradır. Qoldan sonra baş gəlir. Başa məs çəkilir və ayaq axırdadır deyə Allah da burada tərtibi qorumuşdur. Sonra biz bu cavaba gəlin başqa aspektdən baxaq. Ola bilsin ki, burada qrammatik izahatı hamısı bilməsin və bu desin ki, mənim əlimdəki tərcümədə belə yazılıb, mən belə edirəm. Amma cavab budur ki, dəyərli insanlar, dəstəmaz elə ibadət növüdür ki, açıq aydın ibadətlərdəndir. Dəstəmaz gizli iş deyil ki, Allahın Resulü sallallahu aleyhi və səlləmin 120 mindən yuxarı sahabası olub. Hər dəfə dəstəmaz alanda onlarla sahabanın gözünün qabağında olub. Və neçə hədislər var ki, sahabələrdən biri dəstəmaz almışdı, ayağını yaxşı yumamışdı. Resulullah ona dedi, sənin topuqların niyə qurudu? Dedi ki, tələsdim ya Resulullah, tələsirdim, birdən sizə yetişmərəm deyə, biraz pəncəmi yudum gəldim. Deyir, dəstəmazda yuyulmayan topuqlar odda yanacaq. Dəstəmazda yuyulmayan topuqlar odda yanacaq. Baxın, sahabanı qaytardı, dedi, get dəstəmazını təzələgə. Daha ona demədi ki, nə olsun, pəncəni yumusan da, məsdən ki, yaxşıdır, demədi. Dedi, get dəstəmazı təzələ, topuğa qədər yuyulmalıdır. Kəbeyn, topuqlara qədər yuyulmalıdır. Baxın, sahabanı qaytardı və onlarla ayrı-ayrı hədislər vardır ki,
Allahın Resulü sallallahu aleyhi ve sellem dəstəmaz alanda ayağını yudu. Bir hədis yoxdur ki, ayağına məs çəkdi olsun. Baxma, İbn Abbasdan bir rəvayət gətiriblər ki, güya ki, o orada deyir ki, ayağa məs çəkərlər. Əslində onun da hədisi dəifdir, sənədləri sabit deyil. Məlumdur ki, o qayda olaraq qəbul olunmur. Çünki hədis səhih deyil, uydurmadır. Allahın Resulundan bir hədis yoxdur ki, ayağına məs çəkərdi. Məs var, məs sözü sürtmək deməkdir. Sürtmək. Yəni, nəm əli sürtmək. O yalnız coraba icazəlidir. Xoffa icazəlidir. Yalın ayağa əsla. Yalın ayağa məs çəkilməz. Dəyərli müsəlmanlar, bu təkəbbürü, bu mənəm-mənəmi, bu atam-babam sözünü qoy kənara. Qaydalara uy. Allahın Resulunun niyyəti barəsində biz mübahisə etsəydik, ola bilər ki, deyək ki, dəqiq bilmirik, o içdə olan bir şeydir. Və yaxud da ki, Resulullahın yataq adətlərindən bir ixtilaf olsaydı, yenə də mümkün idi ki, ola bilər də gizli söhbətdir, ola bilər birimizə düz çatmayıb. Bu ki, xəlvəti ibadət deyil, bu aydın ibadətdir, namazdır, dəstəmazdır, bu aydın ibadətdir. Yəni, insanların gözü qabağında olub. Resulullahın ayağına məs çəkməsi heç bir yerdə keçmir. Ona görə dəyərli insanlar, zəhmət çəkib ibadət edirsiniz. Ayaqlarınızı dəstəmaz alanda yalındırsa, yuyun. Yox, corablıdırsa, corabın üzərinə məs çək. Corabın üzərinə məs ondan yuxarı sahabədən gəlir. Onlardan biri də Ali ibn Əbu Talibdir. Deyir ki, şəriət bizim ağlımızla ölçülməz. Şəriət əgər ağılla ölçülsəydi, mən əmr edərdim ki, corabın üstünə yox, altına məs çəksinlər. Çünki yerə corabın altı dəyir də, corabın üstü dəymir ki, ora niyə biz məs çəkirik? Ağıl belə deyir, ancaq mənim ağlımla şəriət ölçülməz. Mən Allahın Resulunu xoffun üzərinə məs çəkən gördüm, belə də edirəm. Bax, bu Ali ibn Əbu Talibin məşhur sözüdür. Bax, bu qədər sahabədən corab üzərinə məs çəkmək keçmişdi. Yalın ayaq deyil. Dəstəmaz səhih deyilsə, namaz da səhih deyil. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, dəstəmazı olmayanın namazı yoxdur. Deməli, dəstəmaz səhih deyilsə, namaz pozulur. Diqqətli olaq. Bu təkəbbürü, bu yersiz mübahisələri, diskusiyaları kənara qoyaq. Aydın olan bir işi görək. Aydın olan, məlum olan, İslam ümmətinin 93%-ının aldığı dəstəmaz qaydası. Yəni, bu qaydalara özümüzdən bir şeylər əlavə etməyək və yaxud da özümüzdən deyil, kimlərsə vaxtı ikən edib, biz kiminsə yanlışını davam etdirməyək. Qayıdaq Allahın Resuluna, əvvələn Allahın kitabına və sonra Allahın Resuluna. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.